Zaps eləyirdi, qalsın evdə. Məsələn, istəyirəm ki, ərəb boğazı ilə bizim boğazda olan fərq var. Dərhal bilinir. Elə sadəcə olaraq az fərq var, nə mənada? Bizdə oynaq olur boğaz. Amma ərəblərdə düzdür, təhrir, yəni oynaq var. Amma bizim o gedgəl var ha, o boğazda. Ha 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 ha. O deyil də. Ya eyyuhen nebi. Birdən get. Yine var. Yersen hissi olurum. Sadece olarak düz getdi. Ya eyyuhen nebi. Ya Allah. Azıban gönderersin. Yazdınız mı? 2 oktav var əməli başda. Ha, 2 oktav milsin. Mən vokalda 2-3 oxuyurdum ədalət. Gedirdi. 2'nin misidir doğrudan. 1 oktava, 2'nin de misi. 1.2 derece. 1.2 yəni 1 oktav. 1 oktav, ikinci oktavın ikinci pilləsi. Hə, ikinci oktavın ikinci pilləsinə qədər oxuya bilirdim mən rahat. Elə demək olar ki, bu səsdir də. Hə. Ya eyyuhen nebi. Biraz da məsələn bir şeydə keçmək olur, amma bu ehtiyac yoxdur da. Məsələn, bundan qabaq elədiyim bundan daha şeydir. Məsələn, keyfiyyətlidir. Hə. O təmiz ərəb kimi deyir. Bu Azərbaycana oxşar. Biraz oxşarlığı olur, hə. Bana dəyirdi azı. Hə? Zildə elədi ki, zildə xırdalık eləyən kimi aparır milyon edir. Öz əla tapmışsınız, qəşəng girir sonra. Açıq səslə ora girmək çətindir. Doğrudan. Həm də belə yanğılı girir. Bak o ikinci ya o ihtiyaç yoktu ona. Al düz gedə Bak orada. ya bu ihtiyaç yoktu ona bak. Ya eyyuhen nebi. Eynən mən nə edirəm, bax, Rəmzi. Eynən mən nə edirəm, onu elədim. Gəl ses eləydi azı. Ya! Eyyuhen nebi. Ha, bu belədir. Allah kabul etsin.